burada gərək tələbat olsun. Hər şey, yəni iqtisadi bir tələb və təklifin əsasına qurulubdur. Ölkədə əgər buna tələb yoxdursa, tələb nədir? Siz o dediyiniz kimi gərək zavodlar işləsinlər, gərək iqtisadiyyat artsın, gərək ümumdaxili məhsul artsın ki, bu artıq çarxı işə salacaq, iqtisadiyyatın çarxını işə salacaq və bu nəticədə vəsaitə ehtiyac olacaqdır və bu halda Mərkəzi Bank, siz demişdiniz, Çin modeli kimi artıq başlayacaq əlavə vəsaitlər buraxmağa ki, çünki iqtisadiyyat dəstək olmaq lazımdır bu halda. Amma gərək o həddə gəlib çatsın, istehsalat o həddə çatsın, gərək o iqtisadi inkişaf o həddə çatsın ki, bu da ona uyğun davam etsin. Onda o deməkdir ki, vergi qanunvericiliyi sahibkara vermək yox, həm də almaq balansında olmalıdır. Biz indi veririk və amma ala bilmirik əvəzində. Misal deyəcəm, texnopark rezidenti olmaq üçün bir sahibkara və ya gənc sahibkara orada şərtlərə baxırsınız və orada göstərir ki, heç olmasa bir dənə sənin bu məhsulu satmağın olmalıdır. Yəni beynəlxalq ixracın olmalıdır. Yoldaşlar, əgər mənim beynəlxalq ixracım varsa, mən texnoparkı nə edirəm? Mənə lazımdır o beynəlxalq ixracı çıxana qədər dəstək. Yəni vergilərin müəyyən qismindən azad olunması. Çünki sən işçi götürürsən, DSMF ödəyirsən, o qədər ödənişlər eləyirsən ki, sən axırda deyirsən ki, mən bunu qazana biləcəm yoxsa yox. Yəni Dubai kimi mən 2% və ya 4%lik şeylərdə deyiləm də, free zonda deyiləm. Mən ələt iqtisadi zonası saymıram. Orada daha çox böyük şirkətlərin ələt iqtisadi zonasına daxil olması sərf edir. Mən söhbət kiçik və orta sahibkarlıqdan deyirəm. Sən kalkulyator vuranda sənə sərf eləmir.